Türkiyənin ən məşhur və xarizmatik aktyorlarından biri olan Kadir İnanır haqqında danışmaq istəyirik. Kadir İnanır 1949-cu ildə İstanbulda anadan olmuşdu. Kadir 1968-ci ildə Səs jurnalının artist müsabiqəsində iştirak edib və Saklambac qəzetinin fotoroman müsabiqəsində birinci olub. Onun ilk filmi 7 adım sonra filmi olmuşdu. 1970-ci ildə Atıf Yılmazın Kara Gözdün filmində Türkan Şoray ilə başrol oynayıb və bu onun ulduzlaşmasının başlanğıcı olub. Türkan Şoray ilə bir çox filmdə rol alıb. Türkan Şoray ilə Kadir İnanır Türkiyənin ən məşhur cütlüklərindən biri kimi sayılırdı. O, əsasən sosial mövzulu, dramatik və ədalət temalı filmlərdə oynayıb. Onun mükafatlarına gəldikdə isə Altın Koza, Antalya Altın Portakal və Ankara Film Festivalında ən yaxşı kişi aktyoru mükafatı qazanmışdı. Karyerası ərzində 180-dən çox kinofilm və televiziya layihəsində iştirak edib. Yeşilçamın qızıl dövrünün ən görkəmli aktyorlarından biri kimi xatırlanır. İllər ötdükcə onun sağlamlığındakı problemlər artır və 2024-cü ildə xəstəxanaya yerləşdirilir. Ona ağciyər xərçəngi diaqnozu qoyurlar. Çox təəssüflər olsun ki, dəyərli aktyor Kadir İnanır 26 iyun 2026-cı ildə İstanbulda vəfat edir. Onun vəfatı Türkiyədə böyük kədər yaratdı. Onun sənət dostlarından biri olan Türkan Şoray onun ölüm xəbəri ilə çox sarsıldı və həyatının ən böyük itkisi olduğunu bildirdi.